Rusiya ilə İraq olanda yanında. Olmuşsan Bəli, üzdən İraqdır. Bəli, təsdiq eləyirəm. Sübut eləsən. Təsdiq eləyə bilərsən, sən buna görə Edərəm. məsuliyyət daşıyırsan. Niyə barata durursan? Özü boynuna alır ki, üzdən İraqam da. Ay balam, özü boynuna alır da. Yox, belə deyək də bir adamın... Ay balam, ay Nurlan, özü boynuna alır da. Ay qardaş, ay xanım. Səbirli olun bir dəqiqə. Təsdiq eləyə bilərsən. Olar mı? Mən çox söz... Səbirli ol Nurlan bəy. Onun təsdiqi Bakılı oğlanların TV-in şov şeyindədir, şov proqramındadır. Özünə hörmət eləyən oğlan, o yolun yolcusu olmayan oğlan onları çoxdan məhkəməyə verərdi ki, bu nədir, məni parodiya edirsən. Və onun sübutu özü də açıq aydın deyir ki, mən efirlərdə çıxıb kiməsə qeyrət namusdan danışa bilmərəm, haqqım yoxdur. Bu ki, bunu da keçdik. Bakılı oğlanların elədiyi parodiya onun bariz nümunəsi və sübutudur. Və Tarix Əliyev də buna sustuğuna görə yəqin ki, bu yolun susmaq da razılıq əlamətidir, yolun yolcusu. Ay balam, bu onun qohumu, xahiş edirəm. Geçsin mənim üçün tibdən spravka gətirsin ki, üzr istəyirəm. Yerindədir, yəni pərdəsini gətirsin. Məni ağzımı niyə açırsınız burada? Geçsin spravka gətirsin də. Sən burada mənə onu niyə brata durursan? İcazə verməm, burada müdaxilə eləmək məcburiyyətində qalıram. Yenə bir dəqiqə bir xahiş eləyirəm. Bu spravka nə bilim nə, insan insandır da bizim bu qanunla... Ay balam, insan bananı alır ağzına, bananı reklam eləyir. Sən neyi başa düşmürsən ki, bizim milli dəyərlərimizə zid olan bir şeydir. Banan yiyən adam mənim insan deyil. Mən düz danışıram, ona brata durma yine, xahiş edirəm. Yox, ay başa dönüm sənin. Deyirəm ki, bəyəm o üzdən İraq deyirsiniz, nə bilim nə, o cinsi azlıq, onlar insan deyil, onların yaşamaq hüququ yoxdur. İnsandır, amma heç bir xarici dövlətdə, onlara belə geniş yer ayrılmayıb. Qardaş, bax, indi bu dəqiqə Amerika Ermənistan'a pilotsuz, nə deyirlər ona, pilotsuz uçaqlardan verir ki, müharibə olanda. İndi mən sənə sual verirəm. Tarix kimilər neyi təbliğ eləyir? Gələn dəfə müharibə olsa, onlar bizim genofonumuzu pozurlar. Birazdan elə olacaq ki, oğlan tapmayacaq qızları verməyə. Başa düşürsən, oğlandan uşaq doğulmur iki kişidən. Genofonumuz azalır, bizim nəslimiz azalır. Sabah kimin əlinə silah verəcəksən, ged vətəni qoru ginən. Başa düşürsən bunu? İndi get zöhrəvi xəstəliklər, virus xəstəliklərə bax, spid xəstəliklərin yayıcısı kimdir bu dəqiqə? Geylərdir. Bu hamısı cinsi azlıqlardır. Başa düşmürsünüz bunu? Mən düz danışıram. Ülka xanım, səbirli olun, başqa qoşulanlar da var. Bilirsiniz, mən çıxıb gedəcəm o 20 dəqiqədən sonra. Yəni tema burada başqadır, yəni başqa bir yer. Məsələ başqadır. Başqa temalara keçilir uje. Burada qoymuşsunuz Səidə xanımla bugünkü Tolikin danışıqları. Yəni düzdür, həqiqətən də mən onu gördüm bir roliki. Yəni kişiyə xas olan söhbət deyil. Elə bir ki, iki adam çəpərdə